İnşallah bugünkü cümə xütbəmiz Allah Taala'nın bizə verdiyi nemətlər haqqında olacaq. Arif insanlar buyururlar, deyir Allah'ın nemətləri haqqında düşünmək ibadətlərin ən üstünüdür. Ən üstün ibadətdir ki, insan övladı Allah bizə nə qədər nemətlər verir. Oturub o nemətlər haqqında düşünsün. O nemətləri bir-bir xatırlasın. Baxın, insan övladı onu hər tərəfdən əhatə edən Allahın nemətləri içərisində yaşayır. Hara baxsaq, sağımıza baxsaq, solumuza baxsaq, aşağı baxsaq, yuxarı baxsaq, önümüzə baxsaq, yalnız Allahın nemətlərini görərik. Allahın verdiyi nemətlər bizi hər tərəfdən əhatə edibdir. Əgər, yazırlar, insan övladı ömrünü bu nemətlərə görə Rəbbinə şükür etməklə keçirmək istəsə, bir nemətin belə haqqını verə bilməz. Gör ha, Allah nə qədər nemətlər verir. Ömrünü deyir, o nemətlər üçün şükür etməklə keçir. Başlayırsan şükür eləyəsən, Allah nə qədər nemət verir, birinin haqqını ödeyə bilmərik. Allah Teala Nəhl surəsinin 114-cü ayəsində buyurur. Allahın sizə verdiyi halal və pak ruzilərdən yiyin. Və əgər Allaha ibadət edirsinizsə, hər bir zaman Allahın verdiyi nemətə görə ona şükür edin. İnsan Allah Teala'nın bizə bəxş etdiyi nemətlərin müxtəlifliyinə baxsa, o zaman başa düşəcək ki, bu şükür etmək var, nə qədər vacib bir məsələdir. Həzrəti Davud bilirsiniz, Allahla münacat edib, Allahla danışıbdır. Münacatların birində Allaha deyir, ya Rəbbəl aləmin, mən sənin nemətlərinə necə şükür edim, ilahi? Ya Rəbbim, mən sənin nemətlərinə necə şükür edim ki, şükür etmənin özü bir nemətdir. Sözün böyüklüyünə baxın. Allahım, bu şükür etməyi mənə nəsib edib sana, onun özü bir nemətdir. Mən sənin qalan nemətlərinə necə şükür edim? Allahın cavabına baxın. Ey dağı kifayətdir. Nə oldu ya Rəbbəl aləmin? Mənə lazım idi, sən onu dərk edəsən. Baxın, bir kəlmə daha. Allahım, sənə necə şükür edim ki, şükür etməyin özü bir nemətdir. Allah dedi, kifayətdir. Mənə lazım ki, bu ümmət də onu başa düşsün. Ümmət də onu anlasın ki, şükür etmək də bir nemətdir. Bunu başa düşsünlər. Allah Teala Bəqərə surəsində buyurur, 152-ci ayədir. Məni xatırlayın. Məni xatırlayın ki, mən də sizi yada salam. Və Allah buyurur, mənə şükür edin. Məni danmayın. Həzrəti Musa da Allahla münacat edib baxır. Həzrəti Musa Allaha sual verir. Ya Rəbbəl aləmin, mən bu qədər ki, nemət verib sana bizə, onun şükrünü necə edeyim? Allahdan nida gəlir. Ey Musa, məni zikr elə. Və məni danma, məni unutma. Məni zikr etsən, Allah deyir. Məni zikr etsən, şükür eləyəcəksən. Əgər vay o gündən, Allah deyir, məni unutsan, onda küfr etmiş olarsan. Allah ayələrlə deyir, onu xatırlayanı xatırlayacaq. Və buyurur Allah, deyir, kimlər mənim nemətlərimi xatırlasa və ona şükür etsə, mən o bəndənin malını artıracam. Vay o gündən, bəndə mən verdiyim nemətləri dana, həmən bəndəyə əzabın çox şiddətli olacaq. Allah buyurur, kim məni özündə xatırlasa, mən də onu özümdə xatırlayaram. Sonra Allah buyurur, kim məni deyir insanların içində xatırlatsa, mən onu daha xeyirli yerlərdə xatırlayaram. Daha gözəl yerlərdə xatırladaram. Allah Teala'nın bəxş etdiyi nemətlər, bir neçəsini saya bilərəm. Çoxunu heç kim saya bilməz. Sayıb bitirmək olmaz. Bir dənə fikir verir. Allah Teala'nın bizə verdiyi ağıl neməti, eşitmə neməti, görmə qabiliyyəti, əl, ayaq, daxili orqanlar, eyni zamanda insan övladı ananın bətnində olarkən Allahın ona lütf etdiyi qidalanma. Kim bozarar bunu? Ana bətnində Allah bizi qidalandırdı. Allah bizə yatma xüsusiyyəti verdi. Sonra valideynin övlada tərbiyə verməsi. Nə böyük nemətlərdir bunlar? Nəhl surəsinə baxaq, sonra bunları bir-bir toxunaq. 78-ci ayədir.
Allah sizi analarınızın bətinlərindən heç bir şeyi bilmədiyiniz halda, dərk etmədiyiniz bir halda çıxartdı. Sonra Allah sizə qulaq, göz və qəlb verdi ki, Allahın əmrlərini eşidib, Allahın qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub, Allaha şükr eləyəsiniz. Allah bu neymətləri verib ki, ey bəndə, Allaha şükr eləyəsən. Ağıl neyməti necə böyük bir neymətdir. Vallahi, görsən bir insanda nə gəldi danışır. Nə deyirik? Deyirik filan kəsə bax, ağzına nə gəldi danışır. Biz bilmirik danışığını. Ondan uzaq gəzək. Elə olur. Vay o gündən insan özü o halda olsa nə olardı? İndi ağıl neymətini xatırla, şükür elə. Görmə qabiliyyəti. Göz necə də böyük bir neymətdir, Allah tərəfindən verilib. Allahın yaratdığı bu gözəl dünya var ha, gözəl təbiət var ha, onları görürsən. Birdən Allah səndən o göz neymətini alsaydı, nə halda olardıq? Dünya bizə qaranlıq olsaydı, nə halda olardıq? Nə qədər yaxınlarımız var? Yaşlaşıblar, görürsən gözlər zəifləyib. Zəifləyəndən sonra gözün neymət olduğunu anlayıb. Və yaxud ətrafımızda görürsən, valideynlərdə gözü təmiz tutulan var. Dünya onun üçün qaranlıqdır. Birdən o sənin üçün olsaydı, nə halda olardı? Bu neyməti xatırlayıb şükür etmirik. Əl, əyaq, necə böyük bir neymətdir ki, Allah bizə bəxş edib. Amma insan övladı çox üzr istəyir. Bəzən çox nankör olur. Bu neymətləri xatırlamır, Allaha şükür eləmir. Əlində dediyə qədrini bilmir. Bir nəfər danışır buna. Deyir, qış vaxtı da hava da çox soyuqdur. Qar da yağır. Deyir, mənim də ayaqqabım yoxdur. Ayağımı deyir, bir dənə qalın parça ilə bağlamışam ki, ayağım donmasın. Deyir, öz-özümə deyinirəm. Bu belə deyir o. Deyir, öz-özümə deyinirəm. Axı, mənim ayaqlarım donur soyuqdan. Allahım, çox şey istəmirəm ki, mənə bir dənə ayaqqabı qismət elə də. Dondu axı mənim bu ayağım. Deyir, birdən qabağıma iki ayağı olmayan, arabada əyləşən birini gördüm, çıxdı mənim qabağıma. Yeriyə bilmir. Deyir, elə xəcalət çəkdim Allahdan ki, gör mən nə düşünürəm, əlimdə olan neymətin qədrini bilmirəm. Ona görə bu günləri, bu neymət bizim əlimizdədir, onun qədrini bilək, onun şükrünü yerinə yetirək. Özümüzü bağlamayaq maddiyata, mənəvi o qədər neymətlərimiz var əlimizdə. Allah bizə o qədər mənəvi neymətlər verib ki, pulla alınası deyil, maddi alınası deyil. Amma onu xatırlayıb şükür etmirik Allaha. Bir Allaha təşəkkür eləmirik. Baxın, bizə adi gəlir. Ölmüş torpağın dirilməsi. Heç kim fikir vermir buna. Məhsulun yığılması insan əlinin zəhməti ilə. O məhsullar var, tərəvəz, cürbəcür. Cürbəcür meyvələr. Allah bunu torpaqdan verir bizə. Nə böyük neymətlərdir. O qədrini bilmirik, şükrünü yerinə yetirmirik. Bir dənə bunu deyim, 10-cu İmam Əli Ən-Nəqinin şagirdi. Əbu Haşim deyir. Deyir, bir zamanlar maddi vəziyyətim çox ağır idi. Deyir, düşündüm ki, gedim imamın yanına, imamdan kömək istəyim. Deyir, belə də elədim. Gəldim İmam Əli Ən-Nəqi əleyhissalamın yanına. Bir əyləşdim onun yanında. Hələ deyir, söhbəti açmamışam. Heç nə deməmişəm. Deyir, imam buyurdu. Ey Əbu Haşim, Allahın sənə bəxş etdiyi neymətlərdən hansı birinin şükrünü layiqincə yerinə yetirmişsən? İmam sual verir. Deyir, sustum. Heç birinə cavab verə bilmədim. Sakit dayandım. Deyir, imam sözünə davam elədi. Ey Əbu Haşim, Allah-u Teala neymətlərə bax, sənə iman bəxş elədi. Bununla da sənin bədənini axirətdə cəhənnəm alovundan yanmaqdan qorudu əbədi həyatda. Ey Əbu Haşim, Allah Teala sənə sağlamlıq əta elədi. Bununla da Allaha ibadət etməyin üçün sənə imkan yaratdı. Ey Əbu Haşim, Allah sənə qənaətçilik xasiyyətini verdi. Bununla da sənin abrını qorudu. Başqalarının qarşısında əksilməyə qoymadı. Vay o günlər, insan qənaətçil olmayaq. Elə pul gəldi bir günə xərcləyək. Qalan günləri neyniyəcək? Qənaətçil deyil, axı, gedəcək, onun qapısına pul ver, bunun qapısına pul ver, abrı gedəcək. Amma bir dənə düşün, Allah sənə qənaətçiliyi xasiyyətini verib. O neyməti verib, sənin abrığı qoruyur.
Biz bunu xatırlayıb Allaha şükür eləmirik. Allaha bir təşəkkür eləmirik. İmam sonra buyurur, deyir, Əbu Haşim, özüm əvvəlcə bu nemətləri sənin yadıma saldım ki, çünki bilirəm, sən yaşayışın çətinliyini deyəcəksən və bütün bu nemətləri verən Allahdan mənə şikayət eləyəcəkdin. Bu nemətləri unutmuşsan. Maddi sıxıntın var deyə gəlib mənə, sənə bu qədər nemətləri verən Allahdan şikayət eləyəcəkdin. Sonra buyurur, deyir, göstəriş vermişəm, sənə 100 dinar pul versinlər, get vəziyyətini düzəlt. Sonra buyurur, amma Allah Teala'nın verdiyi nemətlərin şükrünü yerinə yetirməyi də unutma. Bunu sənə əmr edirəm. Bəzən insan övladı öz başını balaca məsələlərə qarışdırır. Xırda məsələlərə qarışdırır. Daha mühüm, daha məsuliyyətli sualın cavabını tapa bilmir. Necə? Bir insan öz həyatının mənasını yalnız maddiyyata bağlayıb, sərvət toplamağa bağlayıb, var-dövlətə bağlayıb. Bu insan düşünməlidir ki, dünyada necə yaşamaq lazımdır? Bu sual haqqında düşünməlidir. O nə düşünür? Dünyadan bacardıqca necə çox şey qopardım? Fikri budur. Niyə? Özünü bağlayıb bu dünyanın maddiyyatına. Fikirləşmir ya, axirət var, əbədi həyat var. Mən bu dünyada necə yaşayım ki, orada xoşbəxt olum? Bunu fikirləşə bilmir. Neyinir? Qopartmışam bu dünyadan, daha çox necə qopardım. Ancaq bunun haqqında düşünür. Bir nəfər İmam Zeynal Abidin əleyhissalamın yanına gəlir. Buna diqqət elə. Öz həyatına şikayət edir. Maddi vəziyyətindən şikayət edir ki, İmam, mənim maddi vəziyyətim çox pisdir. Çox çətinlik çəkirəm. İmam onu dinləyir, sonra buyurur. Deyir, yazıqlar olsun insan övladının halına. Hər gün başına bu 3 müsibət gəlir, amma insan övladı bundan ibrət götürmür. Əgər bu müsibətlərdən ibrət alsaydı, dünyanın bütün çətinlikləri ona asan görünərdi və bu dünyada heç bir narahatçılığı olmazdı. Baxaq o müsibətlərə görə nədir o? Birinci müsibət, hər gün insan övladının ömründən azalır. Ömür gedir. Əgər adamın deyir mal dövləti, var dövləti azalsa neyniyərdi? Tez qəmgin olardı. Tez narahat olar ki, var dövlətim əlimdən çıxır, necə eləyim? İmam buyurur ki, amma halbuki var dövləti, sərvəti qazanmaq mümkündür. Amma gedən ömrü qaytarmaq mümkün deyil. İnsan övladı bunu fikirləşmir. Var dövlət, pul əldən çıxanda onun geri qayıtmağını fikirləşir. Bax, indi məsələn, bir saat, bir gün ömrümüzdən gedib, artıq əlimizdən çıxıb. Kim onu qaytara bilər? Nə böyük neymət çıxıb əlimizdən? İkinci müsibətə bax. Deyir, insan hər gün rahatlıqla ona verilən ruzini yiyir. Düşünmür. Əgər yediyi ruzi halaldırsa, hesabı var. Allah onu sorğu-sual eləyəcək. Əgər haramdırsa, cəzası var. Cəzasını çəkəcək. Amma insan övladı, hey bu dünyadan yapışıb elə var dövlət yığın, sərvət toplayın, sorğu-sual haqqında heç nə fikirləşmir. Üçüncü, ən ağır müsibət babıdır. O da bundan ibarətdir ki, başa çatan hər bir gün insan övladını axirətə yaxınlaşdırır. Amma insan heç bilmir ki, cənnətə tərəf gedir, yoxsa cəhənnəmə. Özünü axirətə hazırlaşdırmır. Allah Teala İbrahim surəsində buyurur, 34-cü ayədir. Deyir, Allah sizə istədiyiniz hər bir şeydən vermişdir. Hər nə istəmişsə Allah verib. Əgər sizlər Allahın nemətlərini sayacaq olsanız, o nemətləri sayıb qutara bilmərsiniz. Həqiqətən ayənin sonu yandırır. Həqiqətən insan çox zalimdir. İnsan çox nankördür. Ki Allahın bu qədər nemətlərini görür, amma ona şükür eləmir. Allaha təşəkkür eləmir. Bir dənə dua eləyək sonda, bir dənə duaya baxaq, söhbətimi bitirim. Nə gözəl duadır. Deyir, ey Rəbbi tərəfindən rəhm olunaraq nemət verilən kəs. Rəbbim sənə, sən istəmədiyin halda ən böyük nemət olan İslamı bəxş edib.
Səni İslam dini ilə Allah mükafatlandırıb. Səni İslam dini ilə Allah izzətləndiribdir. Ən böyük nemət də bunun şükrünü yerinə yetirməmişik. Allah bizə başa salır ki, bu dinlə. Ey bəndəm, çətinliklər olacaq və bu çətinliklərdən qurtulmağın da yolları var. Mən sana onu öyrətmişəm. O çətinlikdən qurtulacaqsan, ey bəndəm, Allah deyir, sənə dua etməyi öyrətmişəm. Ey bəndəm, sənə dua etmək üçün icazə vermişəm ki, gələsən mənim qapıma, məndən istəyəsən. Daha sonra bu izni verdim sənə, sonra sənin duağı qəbul edəcəm. Allah deyir, səni sıxıntıdan qurtaracağım, sənin istədiklərini sənə verəcəm. Allahın münacatı deyir biz bəndələrlə. Sonra İbrahim surəsi ayə 7-də buyurur. Deyir, o zaman Rəbbiniz bildirdi, əgər şükür etsəz, sizə olan nemətlərimi mən artıracam. Yox, əgər nankörlük eləsəz, bilin ki, mənim əzabım şiddətlidir. Niyə nemətlərimiz artmır? Şükür eləmirik. Allahın verdiyi nemətləri xatırlamırıq. Etiraf edib Allah'a şükür etmirik. Əgər biz Allahın verdiyi nemətlərə şükür etsək, Allahın Quran ayəsində vədidir. Deyir, şükür etsəz, sizin nemətlərinizi artıracam. Ey nemət verilən kəs, Allahdan istədiyin nemətləri əldə etdikdən sonra Allaha günlərlə, aylarla, illərlə şükür et. Yanma, şükrüvü saxlama. Rəbbinə şükür elə deyir, çünki sənə nemətlər əta edən və hikmət sahibi olan Allah o nemətləri sənə verməyə də bilər də. Nə nemətlər verir bizə? Allah istəməsə də o nemətləri bizə verməzdi. Amma o Allahdır ki, səni insanların içərisində seçdi, o nemətləri sənə verdi, sənə bəxş elədi. Şükür elə. Çünki o aləmlərin Rəbbi olan Allah, bizlər isə aciz, zəif, köməksiz, heç nəyə qadir olmayan bir quluq. Amma Allah bizə dəyər verir. Biz onun qarşısında heç nə yiyir, valla. O bizə dəyər verir, bizi izzətləndirir nemətləri ilə. Bizə izzət verir İslam dini ilə. Amma bizlər heç nə yiyir. Çox zəif bir dənə quluq. Və buyurur, şükür elə. Çünki Allahın sənə verəcəyinə sən möhtacsan. Bizdən hamımız ehtiyac sahibiyik, möhtac qullarıq. Şükür elə, sona bax. Şükür elə, çünki Allah istəməsəydi sən olmazdı.